Füzuli rayonu haqqında ümumi məlumat. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər olan maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Füzuli rayonunun ilkin adı 1827-ci ildə Qarabulaq olub. Burada vaxtilə Rusiyadan sürgün olunmuş Malakanlar da yaşadıkları üçün rayon qeyri-rəsmi olaraq bir müddət Malakan da adlandırılmışdır. Rayon ərazisi uzun illər Cəbrayıl qəzasının tərkibində olmuşdur. Sonralar rayon çar polkovniki Qaryaginin şərəfinə Qaryagin adlandırılmışdır. Rayon bir müddət inqilabçı bolşevik Bünyat Sərdarovun şərəfinə Sərdar adlanmış, az sonra Qaryagin adı yenidən bərpa edilmişdir. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu il tarixdə təşkil edilən və müxtəlif adlarla adlandırılan rayon 1959-cu ildən dahi şair Məhəmməd Füzulinin adını daşıyır. Rayonun ərazisi 139 min hektar, əhalisinin sayı 130 min nəfər idi. Rayonda 2 şəhər, Füzuli və Horadiz, 76 kənd və ya başqa yaşayış məntəqələri vardır. Füzuli rayonunun ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhəri, Böyük Bəhmənli kəndi, Horadiz və Qacar kəndləridir. Rayonun ərazisindən axan Köndələn çay, Quru çay, Qozlu çay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. İqlimi mülayim isti, yarım səhra və quru çöl, illik yağıntı 400-600 mm, torpaq sahələri boz, çəmən boz, dağ şabalıdır, dağ boz, qəhvəyi və s. Suvarılan torpaqları 25 min hektar, dəniz səviyyəsindən hündürlüyü 200-1200 metr, heyvanları oxlu kirpi, dovşan, qum sıçanı, tarla sıçanı və s. Quşları turac, qırqovul, kəklik, sığırçın, göyərçin və s. Əsas kənd təsərrüfatı sahələri üzümçülük, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, quşçuluq, taxılçılıq. Azərbaycanın qorunan memarlıq abidələrinin siyahısını bəzəyən Əhmədallar Arğalı türbəsi 13-cü əsr, Babı türbəsi 1273-cü il, Mirəli türbəsi 14-cü əsr, Hacı Qiyasəddin məscidi 1682-ci il, Karvansara 1684-cü il, Qoçəhmətli məscidi 18-ci əsr və daha neçə qədim abidələr Füzuli rayonunun ərazisindədir.